sizin dediyiniz vəziyyətə gəlib çıxırıq ki, stres bizdə elə oturur ki, bədənimizdən çıxmaq istəmir, müalicəyə tabe olmaq istəmir. Bax, nə yaşamalıyıq ki, bir kişi, bir qadın, bir insan və yaxud da bir gənc nə yaşamalıdır ki, belə bir vəziyyətə gəlib çıxsın? Bu, özünün stressə müqavimətsiz olmağından yaranır, yoxsa yaşadıqlarının ağırlığından? Gəlin belə cavab verin. Mən çalışıram, həmişə dolu cavab verin. Buyurun. Tam. Baxın, hadisədir. Məsəl üçün, 1900 və yaxud 2002-ci il, 2001-ci il, saat 14:30 bir hadisə baş verdi hansısa. Demirəm, lap orta bir hadisə. Bəli. 14:30 başladı hadisə, 14:40-da qutardı. Tamam, Bəli. baş verdi, qutardı. Gözümüzün qabağında kimsə döydülər, kimsə maşın vurdu, kiminsə sevimli heyvan öldü və yaxud əl kəsildi. Kimsə zəng vurdu, dedi ki, banka bu qədər borcum var falan. Evimi əlimdən aldılar. Evimi? Bəli. Bəli. 14:30-da başladı xəbər, 14:40-da qutardı, bitdi və yaxud 45-də və yaxud nə bilim 35-də. Hadisə bitdi. Amma bu hadisənin psixoloji çəkisi getdi insanın daxilinə. Həm psixi strukturuna getdi, həm bədəninə getdi. Qaldı orada, başladı çökməyə. Sonra yaddan çıxa bilər. Çıxsa da, çıxmasa da. Şuur onu yaddan çıxardır. Şuurumuz. Yəni, çünki biz onu yaşamayaq. Yəni belə deyək, bu dərdi çəkə bilərik, məsəl üçün, bir həftə, 10 gün, fəsair, nə qədərsə. Sonradan yaddan çıxır. O qədər baxsaq ki, stresimiz olub həyatımızda ki, amma sonradan yaddan çıxır. Yəni ki, aktivlığını itirir. Yaddan çıxanda aktivlığını itirir. Bizə elə gəlir ki, unutmuşuq. Bizə elə gəlir ki, unutmuşuq. Bəzən doğudan da unuduruq. Amma şuurumuzun altı təhtə şuur deyilən. O unutmur. Orada qalır. Vaxt aşırı